Bir sual vereceğim. Sıxıntıların insana xeyri var. Bunları bilsək, həyatda xoşbəxt yaşayarıq. Bunu siz demişsiniz. İstədim bu barədə bir giriş edərdik. Bilirsiniz, insan sıxıntısız mövcud ola bilmir. Bu, insan həyatının qaydasıdır. Belə bir misal deyək. Məsələn, bir insan üzgüçülüyü öyrənmək istəyirsə, mütləq dənizə baş vurub su ilə mübarizə aparmalıdır. Və o çətinlik prosesində onun daxilində onun üzmək qabiliyyəti üzə çıxır. Biz üzgüçülük haqqında yüzlərlə kitab oxusaq, su ilə vuruşmasaq, çarpışmasaq biz o istedadı üzə çıxara bilməyəcəyik. Bizim daxilimizdə potensial istedadlar var. Həyat çətinlikləri o istedadları üzə çıxarmaq üçündür. Yəni, istənilən bir oyun o zaman cazibəli olur ki, biz maneə ilə qarşılaşırıq. Məsələn, futbol oyunu geniş yayılmış bir oyundur. Təsəvvür edin ki, meydan boş olsun, topu bir nəfərə ver və denən ki, get boş qapıya vur. Bu, onu rahat şəkildə edəcək, amma oyunun cazibəsi olmayacaq. Qələbə çalmağın anlamı olmayacaq. Zövq olmayacaq. Həyat da təxminən belə bir şeydir. Biz həyatda maneələrlə, sıxıntılarla qarşılaşırıq ki, onları aşmaqla özümüz inkişaf edək və həyatın da gözəlliyi bundadır. Yoxsa, inanın, çətinliksiz həyat sıxıcı olar, üzücü olar. Düzdür, biz problemlərdən qaçırıq, amma həyatı problemləri ilə sevməyi bacarmalıyıq. Quranda qeyd olunur, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدْ. Biz insanı sıxıntıda yaratdıq, çətinlikdə yaratdıq. Və bu insanı əziyyətə salmaq üçün deyil. Allah bizi əziyyətə salmaq üçün yaratmayıb. Biz əbədi xoşbəxtlik üçün yaranmışıq, əbədiyyət üçün yaranmışıq. Və qısa ömür müddətində biz o əbədiyyətə səfər hazırlığı görməliyik. Yəni, biz ruhən böyüməliyik ki, uca bir aləmə köçə bilək.